Uşaqlara qızdırma qalxdıqda nə etmək lazımdır? İlk olaraq 38 və 5 qızdırmadan aşağı olarsa qızdırmanı salmaq olmaz. Niyə? Çünki biz dərmanlarla müdaxilə etsək 2-3 günlük qızdırma olacaq 5-6 gün və nəticədə qızdırma neçə gün daha çox olarsa o zaman bizdə bakteriyaların sayı çoxalması baş verir və biz də antibiotiklərə müraciət edirik və antibiotiklər bizə lazım olan və lazım olmayan bakteriyaları bədəndən xaric edir və bununla da biz öz immunitetimizi və yaxud da uşaqlarımızın immunitetini aşağı salmış oluruq. Əgər 38-5-dən yuxarı qızdırma olarsa, biz iki tərkibdə olan dərmanlara müraciət etməliyik. İbuprofen və paracetamol tərkibli olan dərmanları biz uşaqlarımıza veririk. Amma onu da qeyd edim ki, uşaqlarınıza dərman içdikdən sonra, qızdırma aşağı düşdükdən sonra bol su verirsiniz. Niyə görə? Çünki uşaqlar qızdırma halında heç bir vaxt su içmirlər. Və ən təhlükəli qızdırma budur ki, uşaqlarda 3 yaşa qədər bədən çox kiçik olur və bu da uşağın tez bir şəkildə halsız olmağını gətirib çıxarır və biz də məcburi olaraq sistemlərə müraciət edirik və vaxtında müdaxilə etmədikdə uşaqda fibra sudurqa baş verir. Fibra sudurqa nədir? Fibra sudurqa biz böyüklərə nisbətən uşaqlarda beyində təzyiq yüksək olur və bunun nəticəsində biz müdaxilə etmədikdə qızdırma halında uşaqlarda fibra sudurqa 3 yaşına qədər olur. 38 və 5-dən yuxarı qızdırma qalxdıqda tez yoxlayın ki, o çox qalxmasın, çünki çox qalxdıqda onu salmaq aşağı çox çətin olur və uşaqlarda xoşagəlməz hadisələr, fibra sudurqa və digər halsızlıq baş verir. Bu da valideynlərin həyəcanına və narahatçılığına gətirib çıxarır.